Herkese salam dostlar. Bugün de yepyeni bir videoyla karşınızdayım. Uzun bir aradan sonra karşınızdayım. My guys. Neyse. Bugünkü mövzumuz hal-hazırda olan sözleşmelerden, yani gələn 5 oyuncudan hansını almaqdır. Təbii ki, burada 5 oyuncumuz var və bu 5 oyuncunun hansının daha yaxşı ola biləcəyin göstərməkdir ki, burada Alexandru Bastoni var, Sergio Gnabry var və Kolo Muani var. Öncəliklə başlayaq biz Bastoni'dən. Bastoni 1.90 boyunda və 25 yaşında olan bir müdafiəçidir. 101 səviyyəyə qədər çıxa bilən bir müdafiəçi və onun müdafiə gücləri də olduqca qəşəngdir. Oyunda təbii ki, buradan gördüyünüz kimi yıkılmaz kale gücünə malikdir. Çox insanı tərcih edir və oyuna gələn yaxşı müdafiəçi kartlarından biridir. Təbii ki, bu müdafiəçi kartına indi biz fikir verdikdə niyə görə Bastoni seçilməlidir? Bu sizin heyətinizdən asılıdır. Əgər yaxşı bir müdafiəçiniz yoxsa, təbii ki, Bastonini qaçırtmaq olmaz. Çünki bir də Bastoni kimi, yəni yaxşı showtime bir müdafiəçi ala bilərsinizmi? Özünüzə sual verin. Təbii ki, çox yaxşıdır. Yəni buradan əgər müdafiəniz zəifdirsə, Bastoni mütləq alınmalıdır. Və Bastoninin üstünlüyü budur ki, 101 səviyyəli müdafiəçilər çox az gəlir. Müdafiədə problemi olur demək olar ki, çox oyunçunun. Ona görə də məncə Bastoni buradan müdafiəsi zəif olanlar üçün mütləq alınmalıdır. Əgər çox müdafiəçiniz yoxdursa, Bastoni alınmalıdır. İkinci isə gəldik biz Gnabry'ə. Serge Gnabry 1.76 boyunda, 29 yaşında bir belə deyək, cınaq oyuncusudur və orta uzmanı olaraq gəlib oyun tarzında. Onun da gördüyünüz kimi burada yerinə orta və pike yapan orta beceriləri var. Yəni kənardan çox güclü bir ortalar aça biləcək. Əgər Gnabry'ni oynatmaq istəyirsinizsə, hücumda 105 Haaland kimi kafacı və yaxud da ki Bilicis Header, yəni kafa vura bilən çox yaxşı oyunculara ehtiyac var ki, bu sizə üstünlük sağlasın. Təbii ki, burada Bastoni'dən sonra ikinci alına biləcək ən yaxşı oyuncu Gnabry'dir. Çünki onun pike yapan ortası var. Ancaq kafacı, əgər orta kafa oynayırsınızsa, Serge Gnabry qaçırdılmamalıdır. Bundan əvvəlcə gələn oyunculardan da biri də var idi, Ben White ki, o da defansda idi. Amma bu sizə hücumda da cınaqla oynayırsınızsa, üstəlik bir dənə də kafacı oyuncunuz varsa, yəni çox işinizə yarayacaq. Bu da mütləq qaçırdılmamalıdır. Üçüncü oyuncumuz Kolo Muani'dir təbii ki. Kolo Muani'ni almaq da digər oyuncular kimidir. Çünki Kolo Muani də olduqca yaxşı hücumçudur. Amma burada bir diqqət edilməsi məqam var ki, çünki oyuna zaten playoff trik kartların içərisində Mbappe kimi, digər hücumçular kimi yaxşı hücumçular gəlir. Kolo Muani fırsatçı golcüdür. İndi Kolo Muani'ni almağa ehtiyac varmı yoxsa yoxdurmu bilinmir. Çünki canla başla bitirişi var. Zaten çox da üstünlük yaratmır və Kolo Muani'nin kartını da əslində 3-cü yerə qoymaq olar. Amma yenə də dediyim kimi Kolo Muani zaten belə deyək, yəni bunun səviyyəsində olan oyuncular gəlir. Əgər hücumda çox da ehtiyacınız yoxdursa, ümumiyyətlə Kolo Muani'ni almağa heç dəyməz. Amma ehtiyacınız varsa, təbii ki, hücumçuya ala bilərsiniz. Yenə deyirəm, ilk iki yerdə Bastoni və Gnabry dayanır, sonra Kolo Muani'dir. Paketin heç alınmayacaq isimlərindən biri də bu belə deyək, oyuncudur ki, Hong Hee-chandır, nədir bu. Bunu heç ümumiyyətlə almağa dəyməz, çünki sahtə koşucu oyun tarzına sahibdir və bu kartı ümumiyyətlə buradan almayın, çünki heç bir işinizdə yarayası deyil. Paketdə biz 4-cü yerə qoya bilərik, bəlkə də Kolo Muani'dən də yaxşı deyə bilərik, Sofyan Amrabatdır. Çünki Amrabat tam orta saha oyununa sahibdir və olduqca da yaxşı pas özəllikləri ilə gəlib. Oyun kurma becerisi var və burada da gördüyünüz kimi çox müdafiəçi öngörülü pası var və bu da Sofyan Amrabata çox üstünlük qazandırır. Amma təbii ki, burada da diqqət edilməsi gərəkən məqam odur ki, zaten Amrabat 99 səviyyəyə qədər çıxır ki, biz oyunda bir çox Ruben Dias'da gəlmişdi köhnələrdən. O belə öngörülü pasa, daha yaxşı pas özəlliklərinə sahibdir. O kart varınızdırsa heç Amrabatı buradan almağa dəyməz. Çünki zaten 99 səviyyəsində playoff trik kartların içərisində belə, rəngli kartlarda belə gəlir. Yəni bunu almaqdansa almamaq daha məsləhətdir.
Ümumən videomuzun sonuna gəldik dostlar. Birinci yerdə Bastoni, ikinci yerdə Gnabry, mən 3-ə Amrabat, 4 Muani, 5-də ki Can deyərəm. Bu şəkildə yorumladıq. Sizlər də yəni yorumlarda bildirin ki, hansını aldınız və yaxud da ki almaq fikriniz var hələ də. Videomuz bu qədərdir. Like atıb abunə olmağı unutmayın. Hamınızı çox sevirəm. Sağ olun.